Əla. Tabel cədvəlinin hazırlanması və əmək haqqı cədvəlinin hazırlanması. Dərsimiz bu olacaq. Birinci tabelin hazırladığımız Excel cədvəlinə gedək. Əmək haqqı cədvəlimiz, tabel cədvəlimiz, onu doldurmaq üçün lazım olan istehsalat təqvimimiz və datamız. Əmək haqqı ilə bağlı, işçilərlə bağlı. Gələk tabeldən başlayaq. Biz birinci istehsalat təqviminə uyğun olaraq buranı tamamilə silib, rəngini özünə uyğunlaşdıraq. Yazını qara deyək. Birinci istehsalat təqviminə əsasən bir dənə tam ayın bir şəxsə aid tam günlərini dolduraq. Gəlirik istehsalat təqvimində may ayı başlayır nə vaxt? Cümə günündən. Yəni 5-ci gündən başlayır. İlk gün iş günüdür. Növbəti günlər istirahət günüdür. Bir dəqiqə bu artıq əməliyyatları silək. İş günüdürsə biz 5 günlük iş həftəsi olduğumuz üçün 8 saat. Sonra isə istirahət günləri olaraq qeyd edək. Gəldik 4-cü gündən yenə təzələnən iş günü başlayır və baxıram artıq ayın 8-i də daxil olmaqla bütün həftə iş günüdür. Yəni 4-dən 8-nə qədər iş günü olaraq qeyd edəcəm. 4-dən 8-nə qədər. 8-i daxil olmaqla 9-u və 10-u əslində istirahət günləridir. Daha sonra istehsalat təqvimində getdi. 11-dən 16-sına qədər 18-dən 22-sinə qədər bunların hamısı iş günləridir. Mən əməliyyatı sürətli aparmaq üçün bir həftəliyi kopyalayıram. Sonra yenə əlavə edirəm və yenə əlavə edirəm. Yerdə qalan günlər mənim üçün nə oldular? İstirahət günləri oldular. Bu sizin sürətinizi artırmaq üçün uşaqlar digər əməliyyatlara baxacağıq. Və bu bütün aylar üçün eyni olması lazım. Daha doğrusu bütün sətirlər üzrə eyni olması lazımdır. İndi gəlirəm istehsalat təqviminin digər əməliyyat hissəsinə. Bayram günlərini qeyd eləməyə. Ayın 9-u bizdə qələbə günü olaraq bayram günüdür, yəni qeyri-iş günüdür. Qeyri-iş günü gəlib düşübdür bizim istirahət günümüzə. Yəni 6-cı gün həm iş günü ola bilər, həm istirahət günü. Əlbəttə ki, bu təqvim 5 günlük iş həftələri üçün keçərlidir. 6 günlükdə burada 7 saat falan olmur əvvəlcə. Gəlir birbaşa düşür, həmin 9-u da iş günü olduğuna görə birbaşa bayram olur. Və sürüşübdür ayın 11-inə. Deməli, ayın 9-u qeyri-iş günü olaraq qeyd edəcəm. Yəni, daha doğrusu istirahət günü və bayram gününü salacam ayın 11-inə. Gəlirəm tabelə. 8-i edirəm 7 saat qaydamıza əsasən. Bunu edirik bayram günü, 11-ini də edirik istirahət günü. Əslində mexanizma budur, sürüşübdür. Amma biz tabelimiz səliqəsiz görünməsin deyə 9-unda istirahət günü saxlayırıq, 10-u bazar günü, 11-i isə ayın 1-i, daha doğrusu 1-ci gün olaraq təzədən bayram günü olaraq qeyd edirik. Yəni qeyri-iş günü. Ondan sonra ayın 16-sı və 17-si olduğu kimi istirahət günü gedir. Bu arada istirahət günlərini hər zaman yazı olaraq qırmızı ilə işaretləsəz yaxşı olar. Bunu da işarətlədik. Və baxaq. Varmı burada bir şey? 16-17 yoxdur. 23-24 yerində və 27-sindən bayram günləri yenə başlayır. Gəldik ayın 27-sinə bayram günü. 2-yə qeyd etdim. Yadımdan çıxdı. Ha, tamam. Bu da bayram günü ama burada niye sürüşme var? Uşaqlar, burada başka bayram var mı? 2 bayram. Ben bilmiyorum. Ha, aydındır. O zaman 2 olduğuna göre bir tane de sürüşme veribdi. 29'u da qeyri-iş günü olarak qeyd edəcəyik. Bayram günü. 26'sını da 7 saat olarak qeyd edəcəyik. İndi isə bunları da qızardaq. Baxın, ancaq istirahət günlərini qırmızı ilə qoyuram, diqqətinizi çəkirsə. Və kopyaladım. Bütün ad soyadlarıma əlavə etdim. Ha, burada işçilərin sayı biraz çoxdur.
Köşəsindən tuturam və bura qədər çəkirəm. Eyni proses, eyni düsturlar mənim üçün gəlir. Bir dənə burada qəribə qaydalar gedibdir. Hə, yox bunu elədi, bunları eləmədi baba. Diqqətiniz. Tamam, bir də bu 8'ləri də düzəldək. Bu nə qəribə işdir. Bir tərəf edib, bir tərəfi yox. Tamam uşaqlar, indi bir dənə mənə diqqət edin. Gəldim bura, baxıram. 134 saat eləməlidir. 134 saatı əldə etmişəmmi? Biraz balacalaşdırsam olar sizin üçün. Ki, hər dəfə o özümüzə getməyim. Belə görünür. 134 saat 17 gün gəlirəm istehsalat təqviminə. 134 saat 15 gün 1 var, 2 gündə 1, 17 gün. Deməli, tabelin standartını düzgün doldura bilmişəm. İndi gəlirəm, alt hissələri silirəm artıq. Bunlar mənə lazım deyirlər. Birinci nəfəri işləməyə. Bizim ilk işçimizi işə nə zaman götürmüşük? Ayın 5'i götürmüşük. Tamam. 5'nə qədər olan hissəni silirəm. Boş saxlayıram və yaxud da ki, hər hansı bir rənglə rəngləyəcəm. Deyək ki, nə rəng olsun biraz? Sarılara başqa bir şey verə bilərik. Nə vaxta qədər olub artıq? Ayın sonuna qədər davam edir. Deməli, birinci işçi 15 iş günü işləyib və gəlirik burada saatına 134 saat olaraq qaldı. Səbəb? Bunu əlinə yazmışsınız. 110 saat eləmişdir. 16 oldu. Bəli, burada da düzdür. Bəli, 118 saat çalışıbdır. Keçək ikinci işçimizə. Artıq mən bunu bir dəqiqə neçə işçimiz var ümumiyyətən elə? Elə bu hamısında qalsın. Maya baxıram. Birincindən 4, 5, neçə qədər? 5'inə qədər etdi. Aha, ikinci işçimiz nə vaxt başlayıb işə? 12'si başlayıb işə. Üçüncü işçimiz? Ama hadi tariflerde birim ayda biri yok. Yox, iyunu yox, ancaq ayları deyil. Haydi. Hə, uşaqlar, deyin zəhmət olmasa. Kontrol et. Video çox uzun keçməsin deyə video zapsı dayandırıram. Deyin tarixləri qeyd edək, ondan sonra başlayaq. May ayında cəmi 3 işçimiz var. Yəni işə qəbul etdiyimiz. Onların işə gəlmədikləri vaxtları, boş xanalarını eyni rənglə rəyləyirəm. Bunu əksər hallarda tünd rənglər seçirlər, yəni. Bu sadəcə işdə yoxdur deyə boş qoyduq. 16 saat, 11 saat və 5 saat olaraq çalışıblar. Biz əmək haqqı cədvəlimizi buna uyğun doldurmamız lazımdır. Birazdan başlanğıc tərəfini mən, yerdə qalan hissəsini siz hesablayıb mənim üçün deyəcəksiniz. Bəli. Düstur məsələsinə görədir, dəyişdi artıq. Buyurun, sualımız var idi. Tamam uşaqlar, keçək indi əmək haqqı cədvəlinə. Əlimizdə olan nümunədən ad soyadları silirəm, vəzifələri silirəm, əmək haqqıları da sildim, saatları da silirəm və cədvəlim artıq heç bir şey yaramır. Və gəlirəm tabelimə. Tabeldə məndə 3 nəfər işçi var və vəzifələri də önündə. Kopyaladım əmək haqqı cədvəlinə. 1, 2, 3 ilə yapışdırıram ki, eyni situasiya gəlsin. Daha doğrusu bunu orada bir də şey var. Diş eləmişəm başqa səhifəyə. Bir də nədir? Tabelinkilər. Aha, vəzifələrdə qeyd etdik. İndi bizə lazımdır bunların əmək haqqları. Hansı işçilər idi? Elvin Nigar və Kamran Həsənov idi və əmək haqqlarına gələk bunları da düzəltməkləri heç. 1200, 1500 və 900 olaraq qalıblar. Gəlirəm, kopyalayıram və
əmək haqqıya qeyd edirəm. Baxın uşaqlar, birinci qeyd etdiyim əmək haqqı, gəlin burada düzəldim. Bizim gross əmək haqqı, gross da deməyək, hesablanan əmək haqqımızdır. Yəni vəzifə, tarif, ştat maaşı, vəzifə maaşı deyək də, vəzifə maaşı. Aha, bu bizim birinci əmək haqqımızdır. Hansı ki, iş görüşməsində bizə təklif etdikləri. Ondan sonra burada nə var? Deyir, ayın iş günləri və ayın faktiki iş günləri. Saatlar. Bir dəqiqə. Onu günlük də edə bilirsiniz. Heç bir sıxıntı yoxdur. Əsas odur ki, bəli, may ayına gedir söhbət. Bəli, aprel yazıb, bu bizim xətamızdır. Onu elə təsdiqə göndərsə heç bir şey deyil. Elə bu işi görmədik. May üçün hesablanmış cədvəl və baxın altda göndərdiyim neft qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə. Yəni dövlət və neft fondunun əməkdaşları üçün bu cür hesablanır. Bizdə ayın iş saatlarını qeyd etməliyik. Nədir? 134'dür. Hardan alıram 134'ü? İstehsalat təqvimində var idi. Üstəlik tabelimdə də 134 idi ümumi mən yazdığım zaman və 134'ü kopyalayıram. Hər kəs üçün daxil edirəm. Niyə hər kəs üçün daxil etdim? Çünki mənim nə işçim varsa, bunların hamısı hər gün iş vaxt norması görə işə gəlsə 134 saat eləməlidir. Bu ümumi may ayı üzrə iş saatlarımın sayıdır. Amma mənim hər bir işçimin ayrı-ayrı iş saatı var. Çünki işə fərqli-fərqli zamanlarda başlayıblar və yaxud da ki, növbəti ay yığanda icazə almış ola bilər, nə bilim, rastla şəkil üzrə getmiş ola bilər, işdə yoxdur, nə bilim, və yaxud da ki, məzuniyyətə çıxıb. Bizdə burada işdəki vaxtın çoxuna aparırıq. Yəni, satdığı vaxtın çoxuna aparırıq. Ona görə gəlirik, tabeldən iç saatlarını kopyalayıram, yəni son iş saatlarını və gəlirəm bunların faktiki işlədiyi iş saatlarına. Sağ düyməni vurub 1-2-3 ilə yapışdırıram bura ki, oradakı formulanı bura gətirməsinlər. Ancaq rəqəmlərin, dəyərlərin özü gəlsin. Zəhmət olmasa baxın, indi biraz böyüdüm bu üzdən görün. Mənə təzədən başqa bir əmək haqqı verdi. Artıq hesablanmış əmək haqqı deyir. Bu hesablanmış əmək haqqı həm də bizim nəyimizdir? Gross əmək haqqımızdır. Yəni kirli maaşımızdır. Baxın, nə qədər maaş almalıydı? 1200 idi vəzifə maaşı. Amma hal-hazırda gün sayları az olduğuna görə 1056 manatdır. Satış menecerinin 1500 manatı idi. İçlədiyi gün sayına görə 973'ə düşübdür. Texniki işçinin 900 manatı idi. İçlədiyi saatların hesabına 261 manat 94 qəpiyə düşübdür. Yəni hesablanan maaş. Bəs bunu necə hesablayır? Sistem götürür buradakı rəqəm yerində ümumi əmək haqqısını bölür həmin ayın iş saatlarına, neçə iş saatı var və yaxud neçə iş günü var və onu da vurur faktiki işlədiyi saatlara və yaxud da faktiki işlədiyi günlərin sayına. Baxaq, 1200 bölür 134'ə vurur H10'a, 118'ə və tapır hesablanan əmək haqqısını. İşçimiz mükafat alıb mı? Bonus, nə bilim, həvəsləndirici əmək haqqı, stimullaşdırıcı əmək haqqısı varsa mükafat yerinə qeyd edirik. İşçimiz məzuniyyət haqqı alıbsa da bura qeyd edirik. Nümunə olaraq qeyd edirəm, çalışmamıza aidiyyəti yoxdur. Deyək ki, 400 manat mükafat alıbdır. Yəni, bonusu var. Məzuniyyətdə də çıxmayıbdır. Hal-hazırda yoxdur məzuniyyətdə də, sıfırdır. Gəldik cəmi əmək haqqısına. Bu cəmi əmək haqqının əslində adı vergiyə cəlb edilən cəmi əmək haqqı deyə bilərik buna. Edilən əmək haqqı cəmi. Ya da cəmi. Aha. Buradakı rəqəmi artıq biz tutulmalarımızı başlayırıq etməyə. Dünənlərin baxdığımız kimi işçinin maaşından nə tutacaq deyil ya. O maaş bu maaşdır. Yəni buradakı maaşdan getmir söhbət. Yəni yekundakı maaşdan.
Bu sütunlar arta bilər. Başqa işçinin burada gəlir növü də varsa, bu sütunlar arta bilər. Xəstəlik vərəqəsini ola bilər, sütun əlavə edərsən, xəstəliklə bağlı və yaxud da nə bilim, təhsilə görə şey alırsa, müavinət alırsa hardansan, onu əlavə edə bilərsən. Dövlətdən başqa bir yardım alırsa, sosial yardım, onu əlavə edə bilərsən. Yəni, vergiyə cəlb edəcəyin nə varsa işçinin gəliri, vergi məcəlləsinin 102-ci maddəsinə uyğun olaraq, onları bura əlavə edə bilərsən. Və bunları silirəm. Və başlayırıq. Uşaqlar, yadınızda qalmayıbsa, bir dənə şeyi açın, zəhmət olmasa. Mövzunu açın. İndi mənə bu işçinin gəlir vergisi olaraq maaşına nə tutacağımızı tapaq. Qustar üsulundan gedirəm. Hələ ki, formula zad yoxdur. Bərabər deyirik. Vergiyə cəlb edəcəyim əmək haqqısı nədir? 200 sonra sonra. Bəli. Çıxacam 200 manatı. Mötərizəmi bağlayacam ki, rəqəmimi düz versin. Neçə faizi idi? Vurulsun 3 faizi. 37 manat 70 qəpik. Kimdir bu? Elvin Məmmədovun əmək haqqısından gəlir vergisi tutduq. Keçdik. Pensiya fondu 3 faiz yazılan yer, uşaqlar, işçinin əmək haqqısından pensiya fonduna tutulmalardır. Hansı ki, əvvəldə nə yazır? 200 vur, 3 manat 3 faiz yazılan yer var ha. Bax, ona görə 3 faizli deyir. Elə o formada da saxlayaq. Bərabər deyirəm. 200 vurulsun 3 faiz plus deyək və mötərizəni açaq. 1456 deməyək də deyək ki, bu əmək haqqı çıxılsın 200. Son faiz. Allah görün, düzdən oxuyub ki, yoxsa əzbərləyiblər. 10 faiz. Əla. Vurulsun 10 faiz. Başqa bir şey var mı? Enter. 131 manat 67 qəpik də işçinin maaşının Dövlət Sosial Müdafiə Fonduna tutduq. İşçinin sığorta haqqı qalıbdır. Bərabərdir. Vergiyə cəlb edilən əmək haqqısı vurulsun. Bəli, burada güzəşt falan yox idi. 0.5'i 7 manat 38 qəpik və icbari tibbi sığorta haqqı. Bəli, 2 faiz bərabərdir. Güzəşt olacaq, burada nəsə bir şey çıxacaq. Xeyr, əmək haqqının vurulsun 2 faizi, bəli. Ümumi olaraq yazdıq. Bir nəfərinkini gəlirik aşağıya. Baxın, burada artıq hamısı hazırdır. Bu işi götürən tərəfin rəqəm hardan peyda olubdur? Aşağı hissələrdə düstur qalıb. Aha. Gəlirəm, bir nəfərinki var. Göstərir mənə. Gəlir vergisi işə götürən tərəfindən 37, pensiya fonduna işçi tərəfindən 131, işçidən sığorta haqqı 28 və icbari tibbi sığorta 29-13. Mən işçidən tutulmanı bilmək istəyirəmsə, bu dördünün cəminə burada baxa bilirəm 205 manat 79 qəpik. Və hər bir əməliyyata da ayrı-ayrılıqda baxa bilirəm. Birazdan bura bizə nə üçün lazım olduğunu biləcəyik. Görün burada önündə nələr var? Hüquqi şəxsin büdcə təsnifatının kodu, büdcə təsnifatının kodu. Siz bu pulları köçürdüyünüz zaman bu kodlar üzrə köçürməyiniz lazımdır. Yəni, və səviyyə kodu da var, 4'dür, 1'dir. Ödəmə tapşırığının aşağısındakı hissələrə aiddir. Sizlə baxdığı sənədlərə, bax, həmin yerə aiddir. İndi, uşaqlar, gələk nəyə? Eyni işçilər üçün müəssisə tərəfindən baxın, burada işə götürən var. Gəlin sizin üçün rəng verək bura. İşə götürən üçün xərc olacağına görə bura olsun qırmızı. İşçidən tutulmalar olduğuna görə bura olsun sarı. Yəni bizə dəxlisi yox. İşə götürənin də yazı dilini ağ eləyək ki, rəqəmləri görə bilək. Baxın, işə götürən tərəfindən bunlar ayırmalardır. Yəni hesablanan hissələr xərcdir. İşçi tərəfindən olana isə tutulma deyilir. Yəni onun maaşını tutacaq. Mühasibin gözündən baxırıq bura. Bərabər deyirəm. Artıq burada gəlir vergisi yoxdur. Niyə? Çünki mənim müəssisəmin gəlir və mənfəət vergisi ilin axırında verəcəm hesabatımı. Hesablamalarımın buna nə daxlı var ki? Bu işçinin əmək haqqısından olacaq gəliri deyə etdik.
və ödəmə mənbəyi ilə bağlı idi. İşçiyə maaşı verdiyimiz zaman tutub dövlətə ödəyəcək. Öz maaşı yazmamışdan qabaq yenə 200 manat vurulsun 22% plus mötərizəmizi açaq. Əmək haqqımız çıxılsın 200. Bəli. Doğru ifadədir. 10 ondadırsa 15 də buradadır. Cəmi 25%də xərclər bölüşdürülüb aralarında. İndi dövlətdə də hal-hazırda elədir. Əvvəl özəl müəssisələrdə də elə idi. 3% işçinin əmək haqqısına tutulurdu. Bütün əmək haqqıdan 22% müəssisədən. Yəni dövlət müəssisələrində hələ də elədir. Yəni büdcədə maliyyəçi təşkilatlarda işçinin maaşından 3% tuturlar. Götürənin tərəfindənsə 22%. Onu maliyyələşdirən dövlət olduğu üçün ora güzəştli tətbiq etməyib. 15%-ə faiz yazmamışam və enter dedim. 232 manat 51 qəpik. Düstur olduğu kimi qalır. Bərabər deyirəm. Əmək haqqını 0.5%-i və işsizliyin sığorta haqqı 1 deyil, 2-dir. Bunu düzəltmək lazım. Yarı-yarıdır, bəli. Bərabərdir. Bu vurulsun 2%. Bəli, bu da yekunlaşdı. Artıq müəssisənin xərci nə qədər oldu? 268.93. İşçidən cəmi tutulanlar burada verilibdir. Nədir burada? Ödənilməli məbləğ də artıq qeyd edilibdir. İşçinin əmək haqqısı ödənilməli məbləğ niyə fərqlidir? 400 manat var axı burada ona görə. İşçinin maaşı 1200 manat idi. 400 manat premiyası var idi. 1600. Daha doğrusu işçinin əmək haqqısı vəzifə maaşı 1200 idi. İşlədiyi günlərə görə 1056 manat etdi. 400 manat premiyası var idi. 1456 manat. Oradan işçinin maaşından tutulmalarımızı etdik. 205.79, 205.79 və işçiyə verəcəyim maaş, ödəyəcəyim pul. İşçinin maaşı vergiyə cəlb olmamışdan öncəki çıxılsın cəmi tutulmalar. Və yekunda yenə əməliyyatlarım yerindədir. Digər işçilərdə də həmin kateqoriya gedəcək, həmin hesablama gedəcək. Siz bunları düsturu əzbərləsəniz problem yoxdur. Amma burada əllə özü standart düsturlarımız var. Baxın, rəqəm dəyişmədi. Amma digərlərin özü hesabladı. İflə bunların hamısını verir. Çox qarışıqdır. Mən çox da girmək istəmirəm o mövzuya. Amma hər hal və şərtə görə hesablaya bilir artıq. Baxın, gəlir vergisi ilə bağlı 8000-dən yuxarıya qədəri hesablayır. Dövlət Sosial Müdafiə Fondu ilə bağlı yenə həmçinin işsizliyin sığorta haqqısı, icbari tibbi sığorta bütün şərt və halları nəzərə alır və ona uyğun hesablama edir. Sənin buradakı vergi cəmindən çıxacaq onunla bağlı. İnşallah, burada mənə bir dənə əməliyyat da maraqlıdır. Onu da qeyd edeyim. Debet, kredi, məbləğ. İnşallah, mən müxabirləşmələrini vermək istəyirəm. Əlbəttə ki, necə verəcəm müxabirləşmələri? Ha? Birinci baxıram nəyə? Gəlirəm yuxarı vəzifələrə baxıram. Mühasib, satış, texniki işçi. Mühasiblə texniki işçi nədir? İnzibatidir. Digər isə satışdır. Və yaddan çıxarmışdınız. Bunların əmək haqqısını tanıyanda debit tərəfinə xərcləri ona görə tanımam lazım. Onun üçün burada siyahını formalaşdıranda çalışın qrup gedəsiniz. Birinci inzibatilər getsin, sonra misal üçün deyək ki, satış getsin, sonra istehsalat getsin ki, cəmləri götürəndə sizin üçün rahat olsun. Gəldik, biz dedik mühasibin hansı əmək haqqısı götürəcəm hesablanan əmək haqqı kimi? Vergiyə cəlb edilən hissəsini, texnikinin də vergiyə cəlb edilən hissəsini 1718 manat 66 qəpik. Hara getdi bu? Rəqəm yadımdan çıxdı. Yazıram 721, rəqəm öz müəyyənləşdirərsiniz. 533 əmək haqqını hesabladım. İkinci yenə 711, 533 təzədəndən bəli. Bu nədir belə?
Aha. Bunları da götürün. Rəqəmi qeyd edəcəksiniz. Bəs sonra növbətlərdə nə qeyd olunacaq uşaqlar? Müxabirləşmələri deyə bilərsiniz. Vergilər gəlmir. Vergilər gəlmir. Birinci, işçinin maaşının azalmalarını edəcəm. 521 endim. Sonra ikinci, yenə 533 DSMF 522.1. Sonra yine 533 523 yine nokta 1. Sizce niye nokta 1 qeyd edirəm? Hesabı. Bəli. İstəyirsiniz bu məbləği buradan silim. Bunun önünə nə qeyd edeyim? Deyək ki, hesablanan Ben de bunu əmək haqqı, yine hesablanan əmək haqqı, gəlir vergisi, sosyal dolandırma. DSMF, burada yazaq İTS, yəni icbari tibbi sığorta və İSH, işsizlikdən sığorta haqqı. Bunları qeyd etdim. Bunların qabaq qarşı tərəfinə bir dəqiqə işçi, bunda qarşı tərəfinə yazaq işçi. Daha sonra başlayıram müəssisənin tərəfindən olan əməliyyatlara. Artıq 721, 522, 721, 523 nə qeyd edəcəm? Nöqtə 2. Yenə nöqtə 2. Və bu ikisini kopyalayıram. Alt tərəfə yazıram. Eynidir. Amma işçi yeri olur. İşə götürəm. Bəli, şirkət yaza bilərəm. Aman da şirkət yazıram. Sizin üçün rahatdırsa, bəli, şirkət olaraq qeyd edirik. Qeyd etdim. Ama görürsünüz burada bir şey yoktur. Ne? 711 ne olacak yere gitti? 711 522 çünkü xərcləri ayrı-ayrı axı. Ancaq yazdıqlarımıza uyğun yazıram uşaqlar. Tamam. Qeyd etdim. Axı mənim xərcim 2 növ idi. Unutmayın, əmək haqqı xərcimiz hansı kateqoriyaya aiddirsə, o əmək haqqıya görə şirkətin yaranan borcları da həmin kateqoriyaya aiddir. Aydındır bura qədər? Yenə də əmək haqqımız hansı kateqoriyaya aiddirsə, o əmək haqqıya görə yaranan xərclərimiz də həmin kateqoriyaya aiddir. İşçilərimizdən biri istehsalatın işçisi olsaydı, onunkuna isə 202 qeyd edəcəkdik. Bəzi mühasiblər nə edir? Götürür əməliyyatları birinci xərcə tanıyır. O xərci sonra başlayır müxabirləşməyə, bölüşdürməyə. El etmək olmaz. Özünüzə əlavə iş yaradırsınız. Misal üçün, hamısını yazdı 701'ə, sonra başlayır 701'dən paylamağa. Əslində o yekunda gəlib 701'ə toplana bilər. Yəni axırda və yaxud da 731'ə yazır. Sonra 731'in bir qismini göndərir 721'ə, bir qismini göndərir 711'ə və yaxud da 202'yə. Harda istifadə olunubsa. Yani bu ödeme baş verenden sonra artık sonra harcayacak. Burada ödeme anlayışı yoxdur. Bu ödəmədən öncəki əməliyyatdır. Bu ödəmədən öncəki əməliyyatdır. Ödəmə ola da bilər, olmaya da bilər. Yəni bizim üçün çox da bir şey dəyişmir. Və bunları da işarələyək. Vəssalam uşaqlar. Artıq əməliyyatımız hazırdır. Yəni digərlərini sizlər işləyə bilərsiniz.